Bazarlarda süd, qatıq məhsulları niyə azalıb? Buna səbəb nədir? Son zamanlar ölkənin bir neçə ərazisində iri buynuzlu malqalar arasında müxtəlif xəstəliklərin yayıldığını müşahidə olunur. Bu səbəbdən də bazarlarda süd, qatıq və digər ağartı məhsullarının satışında qıtlıq yaranıb. Məsələ ilə bağlı Kürdəmir rayon bazarında süd məhsullarının satışı ilə məşğul olan satıcılarının fikrini və yaranmış qıtlığın səbəbini öyrənməyə çalışdı. Satıcılar bildirdilər ki, artıq 10-15 gündür ki, bazara ağartı məhsulları gəlmir. Bunun səbəbi isə mal-qara arasında yayılan dabaq xəstəliyi ilə bağlıdır. Satıcılar bildirirlər ki, bazarda süd, qatıq qıtlığı məhsullarının satışı hazırda 90-95% azalıb. Alıcılıq isə demək olar ki, sıfıra bərabərdir. Məsələ ilə bağlı bazar rəhbərliyi bildirdi ki, heyvanlar arasında yayılan mövsümi xəstəliklərlə bağlı bazarda ağartı məhsullarının satışı müvəqqəti olaraq dayandırılıb və bu vəziyyət xəstəlik aradan qalxana qədər davam edəcək. Bazar rəhbərliyindən xəbərsiz olaraq bazar ərazisində bu məhsullar satılarsa, dərhal onunla bağlı rəhbərlik tərəfindən ciddi tədbirlər görüləcək. Qeyd edək ki, dabaq xəstəliyinin inkubasiya dövrü 14 gün çəkir və bu müddətdən sonra baytar mütəxəssislərinin razılığı əsasında xəstəliyi sağalmış mal-qaranın süd və qatığından istifadə etmək mümkündür. Əlbəla Əsgərov, Orxan Şahbazov, xüsusi olaraq Bizim TV xəbəri üçün.